Salam hörmətli müəllimlər. Hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Hal-hazırda müəllimlərin işə qəbul imtahanına və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri üçün ən son açacağımız may surət qrupu haqqında ətraflı məlumat təqdim edəcəyəm. Belə ki, biz artıq bir neçə gündür ki, qeydiyyat prosesinə başlamışıq. Dərslərimiz mayın 20-sindən etibarən başlanılacaq. Qeydiyyat prosesimizin bitməsinə 3 gün vaxt qalıb və may surət qrupu mayın 20-sindən etibarən başlanılır və imtahan prosesinə 1 gün qalmışa qədər davam edəcək. Sertifikasiya müəllimləri üçün imtahan iyun ayının 24-də olduğuna görə dərslərimiz iyun ayının 23-də yekunlaşacaq. MİQ imtahanına hazırlaşan müəllimlər üçünsə dərslərimiz iyul ayının əvvəlində hansı gündə təyin olunacaqsa ondan 1 gün əvvələ qədər davam edəcək. May surət qrupu ilə dərslərimiz hər gün davam edəcək, həftənin bazar günü daxil olmaqla. Sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri üçün dərslərimiz hər gün saat 19:00-da başlanılacaq, 20:30-a qədər 90 dəqiqə ərzində baş tutacaq. Müəllimlərin işə qəbul imtahanına hazırlaşan tarix müəllimləri üçün, yəni MİQ imtahanına hazırlaşan tarix müəllimləri üçünsə dərslərimiz hər gün saat 21:00-da başlanılacaq, 22:30-a qədər 90 dəqiqə ərzində davam edəcək. Bizim vahid proqramımız mövcuddur. Dərslərimiz müəyyən bir cədvələ, müəyyən bir sistemə əsaslanmaqdadır. Heç bir pərakəndəliyə yol verilə bilməz. Sistemli şəkildə hər il apardığımız qaydada bu ildə surət qrupumuzu, böyük təkrar prosesimizi ölçüb biçərək detallı şəkildə aparacağıq. Dərslərimiz 2 sistemə əsaslanacaq: sayt sisteminə və Zoom platformasına. Belə ki, mən sayt sistemi haqqında ətraflı məlumat vermək istəyirəm. Sizlər necə ki, sosial şəbəkələrdən istifadə edirsiniz, Instagram, Telegram, YouTube və s. Eyni zamanda Kurikulum Az saytı adlanan bir platformada mövcuddur ki, repetitor müəllimlər, Azərbaycan dili müəllimi, tarix müəllimi, kurikulum müəllimi, fizika müəllimi və s. repetitorlar, təlimçilər orada dərsləri, testləri yerləşdirirlər. Dərslər, testlər, izahlar, materiallar orada öz əksini tapır. Müdavim dərsə başladığı zaman oradan yararlanır. Bizim də bütün materiallarımız, testlərimiz, dərslərimiz, izahlarımız həmin platformadadır. Müəllim bizim dərsimizə qoşulduğu zaman dərsin video izahına, testə, test izahına, Zoom sual cavablarına, digər materiallara, PDF-lərdən istifadəsini sayt sistemindən həyata keçirəcək. Lakin sual-cavab prosesini, müzakirəni isə bizim atacağımız Zoom linki ilə əldə edəcək və prosesə qoşulacaq. Sual-cavabdan istifadə edəcək. Bunu daha anlaşılır formada belə qeyd edim. Tutaq ki, bizim dərsimiz mayın 20-sində başlanılır və ilk mövzumuz Qədim Şərq mövzusudur. Müəllim bizim dərslərimizə qoşulub, mayın 20-sidir, ilk dərsimizdir. Müəllimə biz parol, kod təqdim edirik. Daxil olur sistemə. Müəllim bizim lövhə qarşısında Qədim Şərq mövzusuna bağlı video izahımıza baxır. Qədim Şərqin mövzu sınaq imtahanını işləyir. Qədim Şərqin orta məktəb dərsliyi əsasında tərtib olunmuş PDF-ini, materialını oxuyur. Əvvəlki istənilən qrupların birinin Zoom sual cavablarına dinləyir ki, hansı formatda sual cavab prosesi gedib ki, bizim bütün sual cavab proseslərimiz bütün hissələri, bütün cümlələri, hər bir məsələni özündə əks etdirir və artıq demək olar ki, müəllim dərsi hazır olur. Və axşam saat 19:00 bizim dərsimiz başlayır Zoomda. Link atırıq qrupa, müəllim daxil olur və müəllim orada sual-cavabda iştirak edir və bununla da mövzunu ən dərin formada tamamilə qavrayıb yekunlaşdırması prosesini başa çatdırmış hesab olunur. Növbəti gün növbəti dərslərə keçid edirik. Və bizim hər dərsimizin mayın 20-sindən tutmuş iyun ayının sonuna qədər bütün dərslərimizin hər gün hansı dərslər keçəcəyimiz barədə proqramımız mövcuddur. Və proqram əsasında hər gün dərslərimizi təşkil edəcəyik. Dərsə qoşulan müəllimlər
bizim platformada olan 50 dərs video izahımızı 400-dən yuxarı, təxminən 500-ə yaxın bir əvvəlki qrupların Zoom sual cavablarını, 5000-dən artıq MIG sertifikasiya potensiallı testimizi və eyni zamanda digər materialları əldə edəcək. Bizim testlərimiz mövzu sınaq imtahanları, xəritə sınaq imtahanları, bölmə sınaq imtahanları, ümumi sınaq imtahanları, qarışıq sınaq imtahanları, imtahan formatlı testlər və əvvəlki illərdə istifadə olunan MIG testlərindən, təhlilindən ibarətdir. Bu proqramı dəqiqliklə icra edən bazası olan müəllimlər prosesi yekunlaşdırıb uğurla imtahandan keçid edəcəklər. Hədəflərinə, məqsədlərinə nail olacaqlar. Dərslərdə aktiv formada sual-cavabda iştirak etmək könüllüdür. Yəni, müdavim ola bilər ki, bizim dərslərimizə qoşulsun, qeydiyyatdan keçsin, qruplarımıza daxil olsun və o materiallardan istədiyi kimi istifadə etsin saytda, lakin canlı formada, Zoom sual-cavabında aktiv formada iştirak etməsin, dinləyici qismində iştirak etsin. Yaxud da ki, bütövlüklə saytdan istifadə etsin, heç Zoom sual-cavabına da gəlməsin. Onsuz da Zoom'da etdiyimiz sual-cavab formatı özü də ekran kaydı olunaraq sayta yüklənilir və müəllimlərin ixtiyarına verilir. Eyni zamanda bizim sınaq qruplarımız da mövcuddur. Dərs qruplarımızdan əlavə və sınaq qruplarımız isə 15 sınaq imtahanını əhatə edir. 7-si mövzu, 2-si bölmə, 1-i xəritə, 5-i ümumi sınaq imtahanından ibarətdir. Dərs və sınaq qrupları haqqında daha ətraflı məlumat almaq istəyən müəllimlər 050 731 83 95 nömrəli əlaqə nömrəsindən əlaqə saxlaya bilərlər, WhatsApp-a yaza bilərlər. Biz onlara daha ətraflı məlumatlar təqdim edəcəyik. Qeydiyyatdan keçib dərslərimizdən yararlana bilərlər. Qeydiyyatın başa çatmasına 3 gün vaxt qalmışdır. Hər birinizə uğurlar.